Salam dostlar, yenə xoş gördük. Nəzəri irfan dərslərimiz davam edir. Deməli, irfan və şəriət mövzusuna daxil oluruq bugün. Burada müzakirə olunan mövzu nədir? Müzakirə olunan mövzu budur ki, bir insan irfanla məşğul olur və istəyir ki, bu mənəvi təmizlənmə yolunda uca məqamlara çatsın. Belə bir insan şəriəti göz ardı edə bilərmi? Və ya başqa bir ifadə ilə desək, şəriətsiz o məqama çata bilər, yoxsa yox? Belə iddia olunur ki, bəzi sufi cəryanlar bu fikri ortaya atıblar ki, insan bir müddət şəriətlə məşğul olar, şəriətə riayət edər, şəriətin qanunlarına tabe olar, amma elə ki, həqiqət mərhələsinə çatdı, ondan sonra artıq həmin insanın şəriətə ehtiyacı qalmır. Ondan sonra namazdır, orucdur, həcdir, digər əməllərdir ki, Allah dində onları etməyi vacib buyurub, artıq onlara ehtiyac qalmır. Niyə? Səbəbini də belə izah edirlər ki, ümumiyyətlə şəriətin hədəfi nədir? Şəriətin hədəfi insanı həqiqətə çatdırmaqdır. İnsan həqiqətə çatandan sonra artıq şəriətin funksionallığı da aradan gedir. Ona görə bir insan hədəfinə çatanacan şəriət qaydalarına əməl edir, lakin hədəfinə çatandan sonra artıq o vasitəyə ehtiyac qalmır. Bu iddia nə qədər doğrudur? Təbii ki, bu iddianın heç bir əsası yoxdur. Dini prizmadan baxsaq, dini mətinləri əsas alıb nəzər yetirsək, bu iddiaya aydın olur ki, bu iddianın heç bir əsası yoxdur. Nəyə görə? Çünki həm Quranda, həm hədislərimizdə qeyd olunub ki, şəriətdə qeyd olunan hökmlər, bunlar həmişəlikdir. Nə mənada həmişəlikdir? Yəni, insan nə qədər ki var, nə qədər ki yaşayır, ömrünün sonuna qədər bu hökmlərə əməl etməlidir. Və bizə də ən gözəl nümunə Peyğəmbərdir, onun əhl-i beytidir. Necə? Baxın, ariflər özləri qəbul edirlər ki, irfanın ən yüksək mərhələsində kamil insan dayanır. Yəni, Peyğəmbər və onun əhl-i beyti və digər Peyğəmbərlərdə həmçinin bunlar hamısı kamil insan hesab olunurlar. Onların həyatına baxanda görürük ki, onlar şübhəsiz həqiqətə çatıblar. Onlar irfanın ən zirvəsində yer alırlar. Əgər onlar ki, Quran da özü bizə onlara tabi olmağı, onları nümunə götürməyi əmr edir. Məsələn, buyurur ki, Peyğəmbərdə sizin üçün nümunə var. Və ya bir neçə ayədə buyurur ki, Peyğəmbərə itaat edin. Kim Peyğəmbərə itaat etsə, Allaha itaat etmiş hökmündədir. Kim Allahı sevirsə, Peyğəmbərə tabi olsun və s. Quranda bu qəbildən olan ayələr çoxdur. İndi, onlara baxanda, həm Peyğəmbərə baxanda, həm onun əhl-i beytinə baxanda görürük ki, baxmayaq ki, onlar ən zirvədədirlər, amma ömürlərin sonuna qədər onlar şəriətə əməl ediblər və ən yüksək səviyyədə əməl ediblər. Və olan təqdirdə kimsə çıxıb desə ki, bizim artıq həqiqətə çatandan sonra şəriətə ehtiyacımız yoxdur, aydın olur ki, bu iddia əsassızdır. Deməli, bu iddianı biz iki yöndən çürüdə bilərik. Bir, dini mətnləri əsas alaraq, çünki dini mətndə heç bir yerdə qeyd olunmayıb ki, həqiqətə çatandan sonra artıq şəriətə ehtiyac qalmır. İkinci, Peyğəmbərin və əhl-i beytin həyatı və onların həyatına baxanda bunu deməyə əsas verir ki, belə bir iddianın heç bir əsası yoxdur. Çünki belə bir şey olsaydı, birinci buna Peyğəmbər və əhl-i beyti əməl edərdi və s. İrfan və şəriət. İrfanla şəriət arasındakı münasibətlərin necəliyi, ariflərin şəriətə qarşı münasibətləri tarix boyu müzakirə olunan önəmli mövzulardan biri olub. Bəzi azğın sufilərin şəriətə əhəmiyyət verməməsi insanlar arasında bu həyat tərzinin bütün sufi və ariflər arasında yaygın olan bir yol kimi anlaşmasına səbəb olub. Baxın, dostlar, bu çox önəmli bir mətləbdir. Nəyə görə? İstənilən cərəyanda, istənilən məzhəbdə, istənilən ideologiyada kimlərsə ortaya çıxır tədricən və müəyyən sapmalar meydana gəlir, müəyyən azınlıqlar meydana gəlir, müəyyən yanlışlar, təhriflər ortaya çıxır. Yəni, siz elə bir cərəyan, ideologiya, məzhəb, firqə göstərə bilməzsiniz ki, onun bütün nümayəndələri o yola sadiqdirlər. Həm intellektual cəhətdən, həm praktik cəhətdən o yola sadiqdirlər. Xeyr, insanlar düşüncələri, davranışları, xarakterləri fərqli olduqlarına görə onların yanaşmaları da tədricən fərqli olur. Ona görə görürsünüz ki, bir dəstə insan çıxır və tamam fərqli bir təqdimat ortaya qoyur. Tamamilə əsas prinsiplərə zidd olan təqdimat ortaya qoyur. Və qıraqdan baxan da neynir? Qıraqdan baxan ayrılmır ki, hansı həqiqi yolçudur, hansı yolunu azmış yolçudur.
Qıraqdan baxan belə bir qiymətləndirmə etmir. Qıraqdan baxan ümumi baxır. Məsələn, qıraqdan baxan müsəlman deyəndə onu məzhəblərə bölüb baxmır. Bunu edən sünnidirmi, şiədirmi, sələfidirmi, mötəzilədirmi, əşəridirmi, maturididirmi? Qıraqdan baxan belə bir bölgü qoymur. Belə bir fərq qoymur. Qıraqdan baxan deyir ki, müsəlman edibsə vəssalam, müsəlmanlar hamısı belədir. Hansısa bir tutalım radikalizmin olduğu bir videoya baxanda o fərq qoymur. Bütün müsəlmanlara aid edir. Necə ki biz də digərlərinə o cür yanaşırıq. Tutalım biz kommunist görəndə kommunistlər arasında fərq qoyuruqmu və ya liberallar arasında fərq qoyuruqmu, feministlər arasında fərq qoyuruqmu? Xeyr, biz də istənilən məsələn kommunisti, liberalı, faşisti, feministi görəndə ümumiləşdiririk. Deyir, hamısı belədir. Yəni bu insan təbiətinə aid olan bir şeydir. İnsan yanaşmasına məxsus bir şeydir. İnsan xoşları ümumiləşdirməyi. İndi bəzi insanlar məntiqli düşünür, rasional düşünür, obyektiv düşünür. Onlar istisna. Onlar hər zaman istisnadır. Amma adətən əksər insanlar ümumiləşdirməyi xoşlayır və əksər insanlar mövzu əks tərəf olanda irrasional davranmağı xoşlayır. Mövzu özü olanda, tabe olduğu yol olanda maksimum rasional olur. Amma mövzu başqaları olanda maksimum irrasional olur. Məsələn, tutalım, indi saytlarda biz bunu çox görürük. Biri gəlir müsəlmanları tənqid edir. Girir altda inançlar yazırlar ki, sən niyə ümumiləşdirmə aparırsan, bunlar filan kəslərdir, hamı elədir və s. Gözəl, düz yanaşmadır. Amma özləri başqalarını tənqid edəndə, məsələn, tutalım, liberalları tənqid edirlər, feministləri tənqid edirlər, faşistləri tənqid edirlər, ateistləri tənqid edirlər, fərqi yoxdur. Mövzu başqaları olanda amma özləri nə edirlər? Hamısına aid edirlər. Yəni, nə o birisilərin tənqidi düzgündür, nə bu birisilərin tənqidi düzgün deyil. Nə inanclıların tənqidi ümumiləşdirməsi düzgün deyil, nə inançsızların ümumiləşdirməsi düzgün deyil. İnsan obyektiv olmalıdır. Hər bir halda, hər bir şəraitdə, hər bir zamanda obyektiv olmalıdır. Yaxşıya yaxşı, pisə pis deməyi bacarmalıdır və Allah da bunu bizdən bu cür istəyir. Ona görə bəzi azğın sufilərin çıxıb belə bir şey iddia eləməsi bu o deməkdir ki, bütün sufilər bu əqidədə olub, bu inancda olubdur. Ona görə kimlərin isə yanlış hərəkətini həmin cəryanın hamısına aid etmək düzgün deyil. Deməli, halbuki durum heç də güman edildiyi kimi deyil, bəli. İrfanda həqiqətə doğru yönəlməyin ilk addımları şəriəti qəbul etmək və ona əməl etməklə başlayır. Şəriət olmadan insan heç vaxt həqiqətə çata bilməz. Şəriət dedikdə Quran və Peyğəmbər sünnəsində qeyd olunan halal və haramlar nəzərdə tutulur. Şəriət budur. Yəni bir insan şəriətə əməl edirsə, baxmalıdır dini mətnləri, nəinki özündən şəriət icad etməlidir. Şəriətə əməl etməyən biri heç vaxt sözün əsl mənasında arif ola bilməz. Belə bir insan mütləq azğınlığa sürüklənəcəkdir. Yəni bu insanın sonu azğınlıqdır, bu qaçılmazdır. Çünki özündən alternativ gətirir. Çünki insanı Allaha doğru aparan yol məhz şəriətdən keçir. Şəriətə lazım şəkildə riayət edən biri daha sonra təriqət mərhələsinə qədəm qoyur. Baxın, bunlar silsiləvidir. Birinci şəriət mərhələsi gəlir, sonra təriqət mərhələsi gəlir. Təriqət mərhələsi nədir? Təriqət mərhələsi artıq belə deyim, bir üst səviyyədir. Şəriət mərhələsində dində buyurulan vaciblər və haramlar, bunlara əməl etmək lazımdır. Konkret qadağalar var və əmrlər var. İnsan bunlara əməl edir. Sonra bir üst mərhələyə qədəm qoyur, təriqət mərhələsində. Orada artıq insan başlayır əlavə işlər görməyə, müstəhəbləri yerinə yetirməyə. Niyə bunu edir? Çünki daha da təmizlənmək istəyir, daha da ucalmaq istəyir, daha da kamilləşmək istəyir. Təriqət mərhələsi nədir? Bu mərhələ artıq riyazət, asketizm mərhələsidir. Təkcə şəriətin hökmlərinə riayət etməklə kifayətlənməyən biri, baxın, bu mərhələyə qədəm qoyduqdan sonra müəyyən praktik proqramları həyata keçirir. Baxın, insan ki, bu mərhələyə çatdı, ondan sonra nə edir? Artıq o təriqət mərhələsinə çatır. Təriqət mərhələsinə çatmaq nə deməkdir? Təriqət mərhələsinə çatandan sonra artıq o elə bir mürşidin nəzarətində olur. Mürşid ona müəyyən proqramlar verir və o başlayır o mürşidin proqramlarını icra etməyə. Niyə? Çünki o artıq təriqət mərhələsinə keçir. Bir üst mərhələyə qədəm qoyub və bundan sonra istəyir ki, daha da kamilləşsin. Bəli, müstəhəb oruçlar tutmaq, məsələn, hansıdır praktik şeylər? Müstəhəb oruçlar tutmaq, nafilə namazlar qılmaq, çoxlu zikir demək, az yeyib, az yatmaq, çoxlu Quran oxumaq və s. bu kimi əməllər təriqət mərhələsinə aid əməllərdir. Təriqət bir növ şəriətin batini və ruhudur. Baxın, təriqət bir növ nədir? Şəriətin batini və ruhudur. Şəriətin görünən tərəfi var, qadağalar, əmrlər,
bir də o şəriətin batini hissəsi var. Hansı ki, orada vaciblər yoxdur, qadağalar yoxdur. Amma insan onlara əməl etməklə, müəyyən şeyləri etməklə, müəyyən şeylərdən çəkinməklə o artıq şəriətin ruhuna nüfuz eləyir. O ruhuna nüfuz elədikcə öz ruhu da təkmilləşir, kamilləşir. Təriqət bir növ şəriətin batin və ruhudur. Bundan sonraki mərhələdə isə həqiqət mərhələsi gəlir. Elə ki, insan təriqət mərhələsində atladı, onu da uğurla keçdi, həqiqət mərhələsi gəlir. Həqiqət mərhələsi artıq gizli həqiqətlərin qəlb ilə, mükaşifə yolu ilə üzə çıxdığı, kəşf olunduğu mərhələdir. İnsan ki, həqiqət mərhələsinə qədəm qoydu, yəni onun artıq qəlb gözü açılır və mənəvi təmizlənmə nəticəsində o birbaşa görməklə, mükaşifə ilə metafizik həqiqətləri müşahidə etməyə başlayır. Arif şəriətə və təriqətə əməl etdikdən sonra həqiqət məqamına çatır. Şəriət və təriqətlə nəfsini paşlaşdırdıqdan sonra qəlbi işə düşür. Yəni qəlbi işə düşərək digərlərinin görə bilməyəcəyi sirli həqiqətləri görür. Bunlar reallıqlar dostlar. Bunlar düzdür, individual praktikadır, təcrübələrdir, fərdi təcrübələrdir. Amma bundan o qədər olub ki, artıq insanda bir xatircəmlik yaranır ki, belə bir şeylər var. Çünki bu bəzi indi əlamətləri var da. Çünki biz bəzi şeyləri görə bilmirik. Bu doğrudur. Və görə bilmədiyimiz şeyə belə hər deyilənə inana bilmərik. 100% xatircəm ola bilmərik. Biri gəlib bizə desə ki, mən filan şeylər görürəm, filan şeyləri eşidirəm. Biz elə ilk başda ona iman gətirə bilmərik, inana bilmərik. Çünki elm də sübut edir ki, şizofrenlərin də belə halları olur. Onlar da müəyyən şeylər eşidirlər, görürlər və s. Amma onlar xəstədirlər. Yəni onlarda beyində xəstəlik var, ona görə onlar nəsə gördüklərini, nəsə eşitdiklərini iddia edirlər. Amma arada fərqi necə qoyuruq? Məsələn, bir ariflə, qəlb gözü açılan bir ariflə, bir şizofren arasında necə fərq qoyuruq? Bunun əlamətləri var, tibbi əlamətləri var. Məsələn, tutalım şizofrenda indi videoları var, YouTube-da baxa bilərsiniz. Şizofrenda şiddətli baş ağrısı olur, depressiya olur, intihara meyillik olur və s. və s. Müəyyən əlamətlər var. Amma arif ki, o qəlb gözü açıldığını iddia edir. Ondan hüzur var, rahatlıq var, mənəvi cəhətdən dərin bir hüzur var və onun dediyi bəzi kəramətlər, göstərdiyi bəzi kəramətlər praktikada öz sübutunu tapır. Məsələn, belə təcrübələr olur. Dalım arif gəlir, bir insana gələcəkdən xəbər verir, hansısa bir hadisədən qabaqcadan xəbər verir və heç kim bilmədiyi gizli şeyləri ona deyir və sən bunu praktik elədikcə görürsən ki, bunlar öz əksini tapır, həqiqətini tapır. Onlar həqiqətdir. Yəni bunu biz artıq inkar edə bilmərik. Yəni bu əlamətlər vasitəsilə artıq biz o kəramətlərin varlığına inam bəsləyirik və belə bir bilik kanalının olduğunu təsdiqləmiş oluruq. Dediyim kimi bunlar fərdi təcrübələrdir. Bunlara birbaşa inam gətirmək, inanmaq mümkün deyil, amma əlamətləri vasitəsilə bunları nə etmək olar, təsdiqləmək mümkündür. Arif şəriətə və təriqətə əməl etdikdən sonra həqiqət məqamına çatır və şəriət və təriqətlə nəfsini paşlaşdırdıqdan sonra qəlbi işə düşərək digərlərinin görə bilməyəcəyi sirli həqiqətləri görür. Ariflərə görə qeyd olunan bu üç mərhələ silsiləvidir. Baxın, şəriət, təriqət, həqiqət. Bunlar ontolojidir, silsiləvidir. Bir növ aralarında səbəb-nəticə əlaqəsi var. Mümkün deyil bir insan birbaşa həqiqətə çatsın. Bu qeyri-mümkündür. Şəriətə əməl etmədən həqiqətə çatmaq qeyri-mümkündür. Ariflərə görə, bəli, bu üç məqam silsiləvidir, biri digərini izləyir, aralarında qırılmaz bağlar vardır. Belə ki, bu silsilələrdən birinin tərk edilməsi digərinə mütləq öz mənfi təsirini göstərəcək. Haqqa qovuşmaq istəyən biri gərək bu üç mərhələyə aralarındakı arzuculuğa riayət etmək şərti ilə əməl etsin. Tanınmış şia ariflərindən olan Seyyid Heydər Amiliyə görə bu üç mərhələni Peyğəmbərin səhabələrindən olan Haris ibn Malik Ənsarinin davranışlarında və yaşam tərzində görmək mümkündür. Bu Haris səhabə idi və bunun bu şəxsin Peyğəmbərlə çox maraqlı bir hekayəsi var. O hekayədə nə deyir? Bir gün Peyğəmbər məsciddə Harisi görür və ondan soruşur: "Ey Haris, necə sabahladın?" Haris deyir: "Həqiqətən iman edən şəkildə sabahladım." Peyğəmbər ona sual verir ki, sən böyük bir iddia elədin. Yəni iman edən şəkildə sabahlamaq bu böyük bir iddiadır. Çünki Quran-Kərimdə iman gətirənlərin bəzilərini qınayır. Deyir ki, yox, siz iman gətirməmisiniz. Siz sadəcə zahirə müsəlman olmusunuz. İman artıq başqa bir mərhələdir. Və Peyğəmbər ondan əlamətini soruşur. Sən ki, iman gətirmirsən, bunun əlaməti olmalıdır. Əlaməti nədir? Haris deyir ki, nəfsimi dünyadan uzaq tutdum. Sanki cənnət əhlinin bir-birini ziyarət etdiklərini
cəhənnəm əhlinin isə qışqırdığını görürəm. Baxın, sanki cənnət əhlinin bir-birini ziyarət etdiklərini, cəhənnəm əhlinin isə qışqırdığını görürəm, sanki bunları görürəm. Peyğəmbər deyir, Rəbbimin ərşini aşkar şəkildə görürəm. Peyğəmbər deyir, doğru dedin, bu yolda davamlı ol. Seyyid Heydər Amiliyə görə Harisin Peyğəmbərin sözlərinə olan imanı şəriət, zahid yaşam tərzi, təriqət, cənnət və cəhənnəm əhlini həmçinin ərşi görməsi həqiqətdir. Baxın, Heydər Amili bunu necə izah edir? Haris sahabədir, şübhəsiz Peyğəmbərə iman gətiribdir və Peyğəmbərin dediklərinə əməl edir. Bu, zahiri şəriətin əməllərinə, qadağalarına və əmrlərinə riayət etmək olduğu üçün bu şəriət məqamıdır. Ondan sonra o nə edir? Müəyyən müstəhəb işlər görür. Məsələn, gecə namazı qılır, oruç tutur, nə bilim, sədəqə verir, özünü haram işlərdən çəkindirir. Bu təriqət mərhələsidir. Orada artıq nəfsi paklaşma daha üst səviyyəyə çatır və sonda həqiqət mərhələsinə çatır. Həqiqət mərhələsi hansıdır? Ərşi görməsi, cənnət və cəhənnəm əhlini sanki müşahidə etməsi, bu da artıq nədir? Həqiqət mərhələsidir. Bütün bu qeyd olunanlardan aydın olur ki, Quran və Peyğəmbərin sünnəsi ilə uyğun gələn və daim həqiqi ariflərin təbliğ etdikləri həqiqi irfan ilə şəriət arasında heç bir ziddiyyət ola bilməz. Çünki bayaq dediyim kimi, bəzən ortaya yanlış düşüncəli bəzi nümayəndələr çıxır və onlar şəriəti, irfanı elə təbliğ edirlər ki, sanki şəriət lüzumsuz bir şeydir və irfana şəriətsiz çatmaq olar. Və qıraqdan baxanda bayaq dediyim kimi ümumiləşdirmə apardı. Ariflər hamısı budur. Ariflər yolunu azıblar. Ariflər irfan dediyimiz şey şəriəti heçə sayan azğın bir cəryandır. Halbuki həqiqi arif heç vaxt şəriətə belə laqeyd yanaşa bilməz. Əksinə, ariflərə görə şəriətə əməl etmədən təriqət və həqiqət məqamına çatmaq mümkün deyil. Şəriət, təriqət, həqiqət üçlüyü ilə bağlı daim insanları düşündürən belə bir sual var. Görəsən, insan yəqinə çatdıqdan sonra onun şəriətə olan ehtiyacı aradan qalxırmı? Bəzi sufi cərəyanları arasında belə bir iddia var ki, insan yəqin mərhələsinə çatdıqdan sonra artıq şəriətə olan ehtiyac aradan qalxır. Dediyim kimi, bunlar azğın cərəyanlardır. Çünki şəriətdə qeyd olunan hökmlərin hamısı sadəcə bir vasitədir və əsas hədəf isə yəqinə çatmaqdır. Bayaq dediyim məsələ budur. İnsan yəqinə çatdıqdan sonra artıq şəriətə əməl etməyə heç bir lüzum qalmır. Bu iddia ilə çıxış edən sufilərin isnad etdikləri əsas arqument Hicr surəsinin 99-cu ayəsidir. Baxın, bunlar bəzən Quranın bəzi ayələrinə isnad edirlər və onu yanlış yozurlar. Yanlış yozanda da nə olur? Nəticə yanlış olur və yanlış bir hədəfə xidmət edir. Ona görə Həzrət Əli İbn Abbası xaricilərlə, xəvariclə mübahisəyə göndərəndə ona dedi ki, onlara Peyğəmbərin sünnəsindən istat gətir. Çünki Quran ayələrini yozmaq mümkündür. Sən deyəcəksən, onlar başqa söz deyəcək. Sən bir cür yozacaqsan, onlar başqa cür yozacaq. Baxın, mətin, bu cür mətinlər, xüsusən metafizik mətinlər yozuma açıqdır. İndi bəzən deyirlər ki, bu mətinlər niyə bu şəkildə gəlib? Olmazmı ki, Allah bu məsələləri daha konkret şəkildə, heç kimin yozamayacağı şəkildə göndərəydi? Cavab budur ki, bu mənim şəxsi qənaətimdə cavab budur ki, belə bir şey mümkün deyil. Nəyə görə dostlar? Çünki bu mətinlər metafizik mətinlərdir. Metafizika ilə əlaqəli olan məsələlərdir və metafizik məsələlər olan təbiətində bu şey var. Onların təbiəti belədir ki, mahiyyəti belədir ki, onlar yozuma açıqdır, fərqli yozumlara açıqdır. Ona görə belə bir şeyin olması da normaldır. Deməli, bunlar Hicr surəsinin 99-cu ayəsinə isnad edirlər. Həmin ayədə nə deyilir? Və sənə yəqin gələnədək Rəbbinə ibadət et. Va'bud həttə ətəkil yəqin. İbadət et Rəbbinə ta ki, yəqin sənə gələnədək. İddiaya görə ayədə yalnız yəqin hasıl olanadək ibadət etməyin vacib edildiyi göstərilir. O ki, dira yəqin gələnədək ibadət et. Yəni nə? Yəni yəqin gələndən sonra artıq ibadətə ehtiyac olmur. Çünki məqsəd hasil olur. Məsələn, tutalım, deyirik, doyanacan ye. Nə deməkdir doyanacan ye? Yəni doyandan sonra daha yemə. Aydındır? Burada da deyir, yəqin gələnəcən ibadət et. Yəqin gələndən sonra artıq ibadətə ehtiyac qalır, deyir, qalmır. Bəli. Çünki ayənin orijinalında keçən, yəni ərəbcəsində keçən həttə ön qoşması ərəb dilində çatılacaq hədəfi bildirir, məqsəd bildirir. Belə olan halda hədəf hasıl olduqdan sonra yenidən həmin vasitəyə əməl etməyin heç bir lüzumu qalmır. İnsan doyanacan yeməyə ehtiyacı var. Düzdür? Yeməyi doyanacan yeyir. İnsan ki doydu, ondan sonra yeməyə ehtiyac qalır? Xeyr. Ondan sonra bir də yemək yeməyə ehtiyac qalır? Xeyr, əksinə israfdır. Ziyandır.
Aydındır. Sufilər də o dediyim bəziləri belə iddia edirlər ki, Quran açıq-aşkar bizə deyir ki, yəqinə çatanacan ibadət elə. Sən ki yəqinə çatdın, hədəf hasil oldu, ondan sonra bir də ibadət etməyə ehtiyac var. Xeyr, artıqdır, lüzumsuzdur. Belə iddia edirlər. Məsələn, burada bir misal çəkmişəm. Məsələn, məktəbə çatanadək piyada yeri cümləsi onu göstərir ki, piyada yerimək yalnız məktəbə çatanadək lazımdır. Amma məktəbə çatdıqdan sonra yenə piyada yeriməyə davam etmək artıq lazımsızdır. Çünki piyada yerimək sadəcə hədəfə çatmaq üçün bir vasitədir. Sonrakı mərhələdə vasitə artıq öz əhəmiyyətini itirir. Lakin fikrimizcə qeyd olunan arqument mübahisəlidir. Niyə mübahisəlidir? Ümumiyyətlə, sözü gedən ayə ilə bağlı İslam alimlərinin yanaşması bir mənalı deyil. Ümumiyyətlə, ayədə keçən o ön qoşma ki var, hətta onun izahı ilə bağlı ümumiyyətlə fikir bir mənalı deyil. Bəzilərinə görə ayədə qeyd olunan yəqində məqsəd ölümdür. Baxın, oradakı yəqin sözü var, hətta ətəkəl yəqin, yəqin sözündə fikir ayrılığı var ki, yəqin sözündə məqsəd nədir? Yəni, ayədəki yəqin sözündə məqsəd nədir? Ölümdürsə, olan təqdirdə yəqin sözü məcazi mənada işlənib. Yəni, Allah deyir ki, yəqin çatanacan ibadət elə. Yəqindən məqsəd nədir? Ölüm. Onda nəticə nə olur? Yəni, ölüm çatanacan, ölənəcən ibadət elə. Bu təfsir nə qədər doğru olub olmadığını kənara qoysaq belə. İndi bu yəqin sözü mübahisəlidir. Biri deyir, tutalım burada məqsəd əminlikdir, biri deyir burada ölümdür. Ölümdürsə, bunu da isbat etmək lazımdır ki, sən nəyə əsasən deyirsən bu ölümdür. Necə ki, o birisilərin iddiası əsaslandırmaq lazımdır, bunu da əsaslandırmaq lazımdır. Bu təfsirin nə qədər doğru olub olmadığını kənara qoysaq belə, belə ayədə keçən yəqində məqsədin dünya həyatında əldə edilən yəqin olduğunu qəbul etsək belə, yenə də şəriətə əməlin vacibliyinin aradan qalxması ilə bağlı qeyd olunan iddianın tutarsız olduğu məlumdur. Çünki ibadətlərin insanın qəlbində yəqin hasil olmasındakı rolu tamamilə ontolojidir. Baxın, lap deyək ki, o yəqin məsələsi, ayədə keçən yəqin kəlməsi mübahisəlidir. Biz ortaq bir məxrəcə çata bilmədik ki, bu yəqindən məqsəd, bu zehni intellektual yəqindir, yoxsa yəqindən məqsəd ölümdür. Fərz edək ki, burada bir ortaq nəticəyə çata bilmədik. Amma bildiyimiz bir şey var, o nədir? O da budur ki, yəqinin hasil olmasında şəriətin rolu danılmazdır. Aydındır, şəriətlə yəqin arasında bir növ ontoloji səbəb-nəticə əlaqəsi var. Belə olan halda ibadətin təsir və əhəmiyyətini hansısa mərhələ ilə məhdudlaşdırmaq olursa yanlışdır. Yəni, sən bir mərhələyə çatdın, ibadətlə, şəriətlə, yəqin səndə hasil oldu. Əgər biz desək ki, şəriətlə yəqin arasında olan bu rabitə ontolojidir, mənası budur ki, sən o şəriəti kənara atandan sonra o yəqin də tədricən aradan gedəcək. Buna eyni ilə hansısa bir dil biliyi ilə praktika arasındakı əlaqəyə bənzətmək olar. Məsələn, insan praktika eləyir, öyrənir, onda hansısa bir dil vərdişə çevrilir. Artıq sən o dili ana dili kimi danışmağa başlayırsan. Amma elə ki, o praktikanı tərk elədin, elə ki, o dildən uzaq düşdün, o dil də tədricən unudulur. Və bu praktikada çox görünüb. İnsanlar var ki, dili bir vaxtlar çox yaxşı biliblər, amma uzun müddət məşğul olmayandan sonra, bir müddət məşğul olmayandan sonra o dil tədricən yaddan çıxır. Bu belədir, insan unutqan varlıqdır. Və şəriət, həqiqət və yəqin arasındakı münasibət də bu cürdür, əlaqə də bu cürdür, bağ da bu cürdür. Sən şəriətə əməl edirsən, şəriət səni yəqinə çatdırır. Amma bunlar arasında bir səbəb-nəticə əlaqəsi var və sən şəriəti tərk edəndən sonra o yəqin də tədricən olacaq, aradan gedəcək. Ona görə əgər Allah bizə yəqinə çatmağı əmr edibsə və yəqində qalmağı əmr edibsə, o zaman şəriətə də əməl etməyi dolayısıyla zimnən əmr etmiş olur. Niyə? Çünki biri olmadan o birisi olmur. Çünki hasil olan yəqinin davamlılığı üçün ibadət şərtdir. İbadət olmadığı təqdirdə yəqinin davam etməsi mümkün deyil. Məsələnin daha da aydınlaşması üçün sadə bir misal çəkim. Məlum olduğu kimi bir insanın alim olması üçün çoxlu mütaliə etməsi şərtdir. Lakin bu şərt insanın alimlik mərhələsinə qədəm qoymasından sonra aradan qalxmır. Yəni, bir insan alim oldusa, professor oldusa, elmi dərəcə əldə etdirsə, o deyə bilərmi ki, vəssalam, mən ki, alimlik dərəcəsi əldə etdim, bundan sonra artıq heç bir kitab oxunmayacağım. Belə bir şey mümkündürmü? Xeyr. Şəriətin misalı da indilə o oxumağın, mütaliənin misalı kimidir. Yəni, bir insan alim olduqda artıq mütaliəyə olan ehtiyacı aradan qalxmır. Həmin şəxs əldə etdiyi bu dərəcəni qorumaq üçün mütaliələrini həmişəki kimi davam etdirməlidir. Nəinki həmişəki kimi, hətta biraz da artırmalıdır, biraz da üst səviyyəyə qaldırmalıdır. Çünki artıq sən alimsən
və sən artıq əvvəlki mərhələ ilə, dərəcə ilə kifayətlənməməlisən. Sən daha dərin sulara baş vurmalısan. Onun üçün də daha dərin araşdırmalara ehtiyac var. Çünki mütaliə etmədiyi təqdirdə bildiklərini artıq yavaş-yavaş unutmağa başlayacaq. Arifin də vəziyyəti eynilə belədir. Əldə etdiyi yəqin məqamını qoruyub saxlamaq üçün daim ibadətlə məşğul olmalı. Bir an olsa belə şəriətin bu mərhələdən sonra artıq dönüşsüz olduğu fikrinə qapılmamalıdır. Deməli dostlar, bu dərsdə biz nəyi müzakirə elədik? Bu dərsdə bunu müzakirə elədik ki, şəriət iddia edildiyi kimi lüzumsuz bir şey deyil. Şəriət məqamı ilk mərhələdir. Ondan sonra təriqət məqamı gəlir. Təriqət məqamında artıq insan şəriətin ruhuna və batininə daxil olur, müstəhəb əməlləri icra edir, məkruh işlərdən çəkinir, hətta bəzən halal şeylərdən belə çəkinir. Çünki bu elə bir şeydir ki, necə ki maddi həyatda yüksək nailiyyətlər əldə etmək üçün sən fədakarlıqlar etməlisən, mənəvi aləmdə bu cürdür. Sən burada yüksək pillələri qət etmək üçün burada da fədakarlıq etməlisən. Burada da artıq mənəvi şeylərdən fədakarlıq etməlisən. Yəni, məsələn, insan imtihanda yüksək bal toplamaq üçün nə edir? Çox yatmır. Yuxusuna haram qatır, belə deyək. Yuxusundan kəsir, fədakarlıq edir. Aydındır? Çox oxuyur. Və insan mənəvi cəhətdən ucalması üçün o da onun ruhuna xoş gələn, nəfsinə xoş gələn şeylərdən imtina etməlidir. Hissə-hissə, az-az imtina etməlidir. Məsələn, o da yuxusundan kəsməlidir, gecə namazı qılmalıdır, yeməyindən kəsməlidir, az yeməlidir, oruç tutmalıdır, malından kəsməlidir, sədəqə verməlidir, xums zəkat verməlidir və s. İnsan tədricən bu cür ruhu neynir? Kamilləşir, paklaşır və ucalır. Ona görə ikinci mərhələ təriqət mərhələsidir. Təriqət mərhələsində bu şeylərə əməl etməlidir. Elə ki, təriqət mərhələsini uğurla başa vurdu, sonra nə gəlir? Həqiqət mərhələsi gəlir. Həqiqət mərhələsi nədir? Həqiqət mərhələsi artıq o çəkilən əziyyətlərin bəhrəsini görməkdir. Artıq insan qəlb gözü açılır, batin gözü açılır, ruhu təmizlənir və insan digər insanların görmədiyi, müşahidə edə bilmədiyi metafizik həqiqətləri görməyə başlayır, mələkut aləmini seyr etməyə başlayır. Ona görə bu üç mərhələ nədir? Silsiləvaridir, ardıcıldır. Bunların arasında səbəb-nəticə əlaqəsi var. Kimsə şəriəti inkar edərsə, o heç vaxt təriqət məqamına çata bilməz. Təriqət məqamını inkar edəndə heç vaxt həqiqət məqamına çata bilməz. Bu, irfanla şəriət arasındakı olan əlaqə idi. İnşallah növbət dərslərdə görüşənədək hələlik.